malın qiymətlərində artımlar müşahidə olunur. Bu da təbii ki, birbaşa həmin istehsal edilən yerli qida məhsulunun maya dəyərinə və xərcinə təsir göstərir. Mənəsə də qiymət artımları məhsullarda da baş verir. Çünki xüsusən də bizim hətta ixrac etdiyimiz xeyli sayda məhsullar var ki, aqrar məhsullardan, qida məhsullarının söhbət edir daha doğrusu. Həmin məhsulların xam malın əhəmiyyətli hissəsi idxal olunur. Və idxal olunduğuna görə xam malın dünya bazarında və ya idxal etdiyimiz ölkələrdə qiyməti artığına görə bu həmin istehsal edilən məhsulun maya dəyərinə birbaşa təsir göstərir. Bu təbii ki, qiymət artımlarını şərtləndirir. Kənd təsərrüfatı məhsulları ilə bağlı da oxşar yanaşma var, oxşar çağırış və ya çətinlik var. Çünki kənd təsərrüfatında da istifadə olunan gübrə və s. bir sıra məhsullar var ki, onlar da idxal olunur. Onların da qiymətlərində artımlar müşahidə olunduğu üçün birbaşa qiymətlərə təsir göstərir və xərcə təsir göstərdiyi üçün. Təbii, yay mövsümündə biz qiymətlərin də əslində bir baxsaq, tərəvəz məhsullarının qiymətləri müəyyən qədər volatil olaraq, yəni dəyişməsini müşahidə. Bəzi hallarda qiymətlər düşür, bəzi hallarda artır. Mən düşünürəm ki, bu birbaşa ixracla bağlıdır. Daha çox ixrac olunanda yerli təklif bazarının qiymətə təsir göstərir. İxrac imkanları məhdudlaşanda fərqli səbəblərdən bu artıq həmin məhsulların daxili bazara çıxmasını və tərəvəz məhsullarının qiymətlərinin təsir göstərir. Meyvə məhsullarının qiymətləri, meyvələrini etiraf etmək lazım ki, yüksək oldu. Bu da təbii ki, mövsüm olmasına baxmayaraq, bunun da təbii əsas səbəblərdən biri hava şəraiti ilə bağlı və yağıntıların çox olması səbəbindən meyvə istehsalında məhsuldarlığın aşağı olması ilə bağlı oldu. Amma sözsüz, biz hətta o zaman da düşünürəm ki, bu istiqamətdə düzdür, Nazirlər Kabineti tərəfindən qiymətlərin tənzimlənməsi və ehtiyatların formalaşması ilə bağlı sistemli işlər görür. Bunu etiraf etmək lazımdır. Və bir sıralarda indi subsidiya mexanizmin baxılması, təkmilləşdirilməsi ilə bağlı da işlər görür. Çünki Cənab Prezident tərəfindən də kənd təsərrüfatı məsələlərinə həsr olunan müşavirə keçirildi və Cənab Prezident bu istiqamətdə tapşırıq və göstərişlərini qeyd etdi. Daha sonra dövlət proqramı təsdiq olundu. Dövlət proqramında ölçülə bilən xeyli istiqamətlər var. Onlardan biri də təbii ki, ərzaq təhlükəsizliyi və ərzaq təminatıdır. Ərzaq təhlükəsizliyi və ərzaq təminatı eyni zamanda qiymətlərin optimallaşmasını tələb edir. İkinci məqam fermerlərin istehsal etdiyi məhsullarının satışında və ixracatında olan logistik çətinliklərdir. Qiymət fərqi çox olur, məsələn. Bəzi hallarda məsələn qiymət fərqi, bəzi hallarda məsələn ötən il biz nə müşahidə etdik? Rusiya Federasiyası tərəfindən Azərbaycanda istehsal olan pomidor məhsullarının idxalına qadağalar müəyyənləşdirildi müddətli olur və nəticədə pomidor yetişdirən fermerlərimiz ciddi ziyan üzləşdirir. Bizim məsələn təklifimiz onlara ibarətdir ki, biz təbii xüsusən də fermer təsərrüfatlarından istehsal etdikləri məhsulların bir hissəsinin, təbii ki, onların bir hissəsi ehtiyatlar üçün alınır. Dövlət ehtiyatları üçün alınır və dövlət ehtiyatları üçün saxlanır, amma şöyle strateji məhsullardan gedir. Amma elə məhsullar var ki, onların ya dövlət tərəfindən alınması, hansı ki, bu model bəzi ölkələrdə var, fermer, çünki alınaraq daha sonra bazara çıxarılması və ya xüsusən də soyucucuların, yəni kənd təsərrüfatı məhsulları saxlamaq üçün saxlama kameralarının sayının, soyucucu kameraların sayının artırılması və qiymətin optimallaşdırılmasına ehtiyacı var ki, fermer özü yay mövsümdə istehsal çoxdur, onun bir hissəsini həmin saxlama, soyuducu kameralarda saxlamaqla mövsümdən sonraki müddətdə bazara çıxarır. Bir tərəfdən qiymət optimal olur. Çünki bilirsiniz, burada biz istehlakçı olaraq daha ucuz məhsul almaqdan maraqlıyıq və istehlakçının həmişə istəyi qiymətin ucuz olmasıdır. Bu normaldır, bütün dünyada belədir. Amma bütün bunlarla yanaşı biz həm də onu nəzərə almalıyıq ki, qiymət elə olmalıdır ki, fermer üçün də gəlir gətirsin, qazandırsın. Çünki fermer gəlir əldə edə bilməsə, növbəti ya az istehsal edəcək və ya istehsal etməyəcək. Nəticədə bu il ucuz olan məhsul növbəti il kəskin baha olacaq. Ona görə qiymət optimal olmalıdır. Qiymət istehlakçı üçün əl çatan olmalıdır. Qiymət fermer təsərrüfatı üçün, həmin o məhsulu yetişdirən vətəndaşımız üçün gəlir əldə etməyə imkan verməlidir. Onun təbii yollardan biri də qeyd etdiyimiz kimi fermer üçün də önəmli olan əminlikdir. İstehsal etdiyi məhsulu sata biləcək. Yəni fermer əmin olsa ki, istehsal etdiyi məhsulu sata biləcək, tam olaraq satacaq və bəlli bir qiymətə
onun üçün uyğun qiymətə satacaq. Fermer məhsuldarlığı ciddi şəkildə artırmağa çalışacaq. Ona görə əgər dövlət tərəfindən istehsal edilən məhsulların alınması və bir sıra məhsulların alınması, xüsusən hansı məhsullar ki, onların mövsüm dövründə satışında və ixracatında çətinliklər olur. Reallaşarsa bu fermer üçün satış əminliyi yaradacaq. Dövlət həmin məhsulları alıb, xüsusi kameralarda, soyuducu kameralarda saxladıqdan sonra bəlli bir dövlət qurumu tərəfindən artıq istehlak bazarına çıxarılanda qiymətlər də optimal olacaq, yüksək qiymətlərlə çıxmayacaq və nəticədə həm istehlakçı üçün optimal qiymət formalaşa bilər, istehlakçı uyğun qiymətə həmin məhsulları ala bilər, həm də təbii ki, fermerdə əmin ola bilər ki, artıq onun istehsal etdiyi məhsul dövlət tərəfindən aldığı üçün onun satış problemi olmayacaq. Yəni, fermerin satış problemi olmasa, o öncə də qeyd etdiyimiz kimi məhsullarlığı da artıracaq, daha çox məhsul istehsal etməkdə də maraqlı olacaq, daha çox sərmayə qoymaqda da maraqlı olacaq. Nəticədə bu təbii ki, kənd təsərrüfatı məhsullarının yalnız mövsüm dövründə deyil, yəni fasiləsiz bolluğunun yaranmasına gətirəcək.